Hoş gördük əziz futbol həvəskarları. Biz sizi Şamaxı Olimpiya İdman kompleksindən salamlayırıq. Bugün burada Cəbrayıl Difayda Ağsu görüşü olur. Yəni oyun artıq başlayıb. Oyun futbol saatı və futbol nəbzinin rəsmi YouTube kanalıyla sizlərə təqdim olunur. Və görək məğlubiyyətsizlik seriyasına Cəbrayıl son qoya biləcəkmi? 2-ci dəqiqə artıq başlayıb. 4 turdur ki Cəbrayıl komandası qələbə üzünə həsrətdir. Darıqsı 3 turdur qələbə qazana bilmir. Cavid Hüseynovun yetirmələri. Görək Cavid Hüseynovun yetirmələri bu turda qələbə qazana biləcəkmi? Artıq bugün Cəbrayıl Difayda Ağsu oyunundan sonra artıq bu tura yekun vurulacaq və biz də biraz istirahət edib növbəti turun oyunlarına hazırlaşacağıq. Və hələ ki indi Cəbrayıldadır top. Dinən bizim kanalda Şimal Səbail görüşü canlı yayımlandı və bugün də Cəbrayıl Difayda Ağsu oyunu sizlərə təqdim olunur. 3-cü dəqiqə gedir. Top meydandan top meydanda qalır, top meydandan çıxmır. Dördüncü dəqiqə başlayır. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Və oyundan kənar vəziyyət qeydə alındı və qapıdan zərbə. Artıq oyunun 2də 1 hissəsi geridə qalıb. Qapıdan zərbə ilə oyun davam edir. Difayda Ağsu haqqında bunları deyə bilərəm ki, Difayda Ağsu komandası da keçən mövsüm çempionatı, yəni 9-cu yerdə başa vurdular. Difayda Ağsu komandası 1-ci turda Bakı Sportinglə yəni 2-2'ye qalmışdı. Amma Cəbrayıl komandası isə 3 turdur ki qələbə üzünə həsrətdir. Qayda pozulub. Görək. Hava pas. Racing. Və qapçı yerindədir. Sadiq Quliyev Qarabağ komandasının sabiq golkiperi Difayda Ağsu komandasına transfer olundu. Sadiq Quliyevlə 2 illik müqabilə imzalandı.
Difayda Aksu komandasının da baş meclisi Aydın Qasımov. Cəbrayıl komandasının da baş meclisi Cavid Hüseynov. Şimdi 6-cı dəqiqə gedir artıq görüşdə. Oyunda 2-də 1 hissə geridə qalıb. Və artıq 7-ci dəqiqə gedir. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Cavid Hüseynovun gəlişi deyəsən Cəbrayıla, yəni ayağa düşmədi. Görək, heç olmasa 3 turdan komanda məğlubiyyətlə ayrılıb. Görək, heç olmasa bu turda qələbə qazana biləcəkmi? Cavid Hüseynov haqqında onu deyə bilərəm ki, Cavid Hüseynov, yəni Cavid Hüseynov Cəbrayıl komandası ilə Affanın təşkil elədiyi Region Liqasının qalibi olub, qızıl medallarına yiyələnib. Sonra Cavid Hüseynov Azərbaycan 2-ci liqasının, yəni Azərbaycan 2-ci liqasının Cəbrayıl komandası ilə gümüş medalına sahib çıxıb, yəni 2 dəfə uğur qazana bilib Cəbrayıl komandası ilə. Və blok gəldi Difayda Aksu komandasından. Top meydandan çıxdı. Ən çox, yəni Cavid Hüseynov Cəbrayıl komandasında uğurlar qazanıb. Yəni həm Region Liqasının qalib olub, yəni qızıl medallarını yiyələnib. Həmçinin də Azərbaycan 2-ci liqasının gümüş medalına sahib çıxıb. Artıq oyunda 9-cu dəqiqə başlayır. Hesab 0-0'dır. Dünən Şimal Səbail oyununda da hesab açılmadı. İndi Cəbrayıl hesab aça bilər. Aha, blok alan. Onu da qeyd edeyim ki, Difayda Aksu komandası da, yəni keçən mövsüm 9-cu yer tutaraq, yəni təsrifat mərhələsində iştirak elədi. Təsrifat mərhələsində Hypes Kuba komandasına 2 oyunun nəticəsinə görə qalib gələrək, yəni 1-ci liqada qalmağı bacardı. Yəni Hypes Kuba isə yenidən Azərbaycan 2-ci liqasında mübarizə aparır. Difayda Aksu artıq 3 ildir ki 1-ci liqada yerini qoruyur. Küncdən zərbə olacaq. Dəqiqə yekunlaşır. Aydın Qasımovun yetirmələri pressing eləyir. Artıq oyunun 2-də 1 hissəsi geridə qalmaq üzrədir. Out Cəbrayıl komandasınındır.
Cəbrayıl komandası görək Azərbaycan 1-ci liqasında yəni yerini qoruya biləcəkmi? Və gol! 11-ci dəqiqədə hesab açılır. Cavid Hüseynovun yetirmələri hesabı açır 1-0. Aferin. 11-ci dəqiqədə hesab açılır. Və artıq məğlubiyyətsizlik seriyası deyirdim. 3 turdur ki, qələbə üzrə həsrət qalan Cəbrayıl bu oyunda həm məğlubiyyətsiz seriyasını qırdı, həm də gol hesabını açdı. Daha doğrusu yəni gol hesabını açmışdı. Deyəsən qələbəyə doğru komanda addımlayacaq. İkinci dəqiqə gedir. Hesab 1-0. Cəbrayıl komandasının xeyrinədir. Pas. Ama qayda pozulur. Artıq 13-cü dəqiqə başlayıb. Artıq oyunun 2də 1 hissəsi asta-asta geridə qalmaq üzrədir. İndi Cəbrayıl sərbəst atışla topu oyuna daxil edir. Azərbaycan 2-ci liqasında, daha doğrusu Azərbaycan 1-ci liqasında bu oyun, yəni bu turun sonuncu oyunudur. Sonuncu oyun günüdür. Pas. 13-cü dəqiqə, daha doğrusu 14-cü dəqiqə başlayır. Biz də yəni bu oyunu sizə təqdim eləməyə çalışırıq. Yəni bu oyundan sonra Azərbaycan 1-ci liqasının 4-cü turuna yekun vurulacaq və biz də biraz istirahət edib hazırlaşacağıq 5-ci tura. Görək 5-ci turda nələr başımıza gələcək. Cərmə zərbəsi vuracaq Cavid Hüseynovun yetirmələri. Keçən mövsüm yəni Cavid Hüseynovun köməkçisi Elhad Nəzirli komandanı çalışdırırdı. Onun sayəsində komanda yəni Azərbaycan 1-ci liqasında keçən mövsüm debüt eləyirdi komandamız və onun sayəsində komanda 7-ci pilləni tutdu və çempionatda qala bildi. Həmçinin də yəni komandanın müəyyən qədər problemləri var. Nə baxımından problemləri var? Yəni komandanın yəni büdcəsi yoxdur. Yəni büdcə baxımından biraz kömək olmalıdır. Yəni komandanın büdcəsi artırılmalıdır ki, komanda en azından gündə gəlir Şamaxı şəhər stadionunda həftədə bir dəfə, 2 dəfə yəni 1-ci liqanın oyunlarına hazırlaşır. Sonra komandanın yəni digər səfərlərə gəlirlər, istər nə cür deyəm, komanda Zaqatalaya gedir, sonra Mingəçevirə səfər eləyir,
Yəni bir çox birinci liqada olan klubların yəni şəhərlərinə gedir Cəbrayıl komandası oynamaq üçün. Ona görə də komandanın büdcəsi artırılmalıdır. Və Sadiq Quliyev yerindədir. Qarabağın sabiq qapıçısı. Və yerdə qalan oyuncu var. 16-cı dəqiqə gedir. Cəbrayılın futbolçusu yerdə qalıb. Ona görə ayağa dura biləcəyimi? Bəli, durdu. 17-ci dəqiqə başlayır. Artıq oyunda 2-1 hissə geridə qalıb. Və bu turda, yəni 4-cü turda qeydə alınan nəticələrlə gəlin tanış olaq. Deməli, Şaxtaq Qusar komandası Mingəçevirlə yəni 0-0-a qalıb. Sonra Şəfa ilə Moyuk oyununda Şəfa 4-1 qələbə qazanıb. Sonra Şimal Səbaillə yəni o da 0-0 oynayıb. Yəni dünən artıq 2 görüşdə qalib müəyyənləşməyib. Hər 2 komanda, yəni hər 4 komanda bir xala seviniblər. Və 18-ci dəqiqə yekunlaşır. Out Cəbrayıl komandasınındır. Mikro Qolbucun Tarsan 19-cu dəqiqə başlayır. Blok gəldi və küncdən zərbə. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Artıq oyunun 2-1 hissəsi geridə qalmaq üzrədir. Gol deyil. Qapçı yerindədir. Difada Aksu'nun golkiperi. Difada Aksu'nun oyuncusu yerdə qalıb. Baş məşqçiləri bir daha xatırladım deməli. Qonaq komanda Difada Aksu'nun baş məşqçisi Aydın Qasımov. Cəbrayıl komandasının baş məşqçisi isə Cavid Hüseynov. Artıq Difada Aksu'nun həkimlər korpusu meydana dəvət olundu. Çünki komandanın futbolçusu yerdə qalıb. Artıq 21-ci dəqiqə gedir. Korpusu 21-ci dəqiqə başlayır.
Və cərimə zərbəsi vuracaq Cəbrayıl. Təbii ki, yəni həm necə deyim, difai dağısı üçün, həm Cəbrayıl üçün, yəni bu məqama qədər, yəni hər şey müəyyən qədər çətindir. Mən demirəm, yəni bu komandalar Premier Liqaya qayıtmayacaqlar, qayıdacaqlar. Sadəcə bu çətinlikləri keçmək lazımdır. İstər Cəbrayıl komandası olsun, istər difai dağısı komandası olsun, istər də digər komandalarımız olsun ki, yəni Azərbaycan futbol elitasına gələndə bu çətinliklərlə üzləşməsinlər. Difai dağısı pressing eləyir. Və oyundan kənar vəziyyət. Qapıdan zərbə. Qapıdan zərbə deyil, cərimə zərbəsi deyil. Qapıcı deyəsən, cərimə zərbəsini vuracaq. Yirmi ikinci dəqiqə gedir. Blok. Yirmi üçüncü dəqiqədə başlayır. Sadiq Quliyev difai dağısının artıq qapıcısıdır. Yəni Qarabağın sabiq golkiperi difai dağısı komandasına transfer dönemində transfer olundu. Onunla 2 illik müqabilə imzalayıblar. Artıq oyunun 2də 1 hissəsi geridə qalıb. Difai dağısı pressing eləyir. Artıq oyunun 2də 1 hissəsi geridə qalıb. Və yerdə qalan oyunçu var. Hakim bunu gördü. Oyun o qədər sürətli gedir ki, mənim də dilim topuq vurur. Siz də bizim YouTube kanalımıza abunə olun ki, gələn həftədən həm Azərbaycan 2-ci liqasında, həm də Azərbaycan 1-ci liqasında maraqlı oyunlar bizim öz kanalımızla sizlərə təqdim olunacaq. Ola bilsin ki, gələn